yığıb toplamaqla deyil, onu gərək paklayasan, təmizləyəsən. Çox var, haramsız olmaz, çoxsuz yalansız olmaz. Ataların misalı var. Ona görə gərək hər danışanda ehtiyatlı olasan, hər qazananda ehtiyatlı olasan. Görəsən ki, bu mal, bu dövlət sənə halaldır ya haramdır. Ondan yığ topalar. Niyə bugün evlatlarımızla kör olurlar? Niyə bugün evlatlarımız fəsadın içərisindədirlər? Niyə? Səbəbi odur, halal yedizdirmirik. Niyə xəstəliklər var? Niyə bu dərdi bilinməyən, davası bilinməyən dərdlər var? Çünki haram yedizdiririk. Naməşru yedizdiririk. Heç birindən xəbərimiz yoxdur. Həmən gün o sirlər açılacaq. Həmən günü nədir? Biz Allaha cavab verməliyik ki, biz nələr elədik? Biz hansı əməllərin sahibi olduq? Ondadır ki, biz cavab verə bilməyəcəyik. Allah onda bizi imtihan edəcək. Buyur ki, Allahdan başqa heç bir yardımcı ola bilməz. Onun gücündən başqa. Ona görə də, əzizlərim, bu ayələr bizə onu öyrədir ki, baxın, o gün həqiqətdir. Quran da deyir, ağıl da deyir. Adı öz ağlımızla götürək, hər bir məhdudiyyəti qoyanda hədəfimiz var. Düzdür? Məsələn, uşağa məhdudiyyəti qoyuruq ki, telefonla bu qədər oynadım, bəsdir. İndicə dərslik olur. Hədəf nədir dərs oxutmaqda? Oxuyub adam olsun da, halal, rahat çörək qazana bilsin. Dəyərli şəxsiyyətə çevrilə bilsin. Gözəl Allah bərməsi ola bilsin. Düzdür? Biz bu nöqsanlı ağlımızla bu hədəfsiz işi görmürük, hədəfli işi görürük. Heç kim hədəfi olmadan bir dənə daşı daşın üstünə qoymaz. Normal adamdan gedir söylə. Düzdür? İndi sual olunur. Yaxşı, Allah Teala elə bizi yaratdı ki, gələ bir 50 il, 60 il, 70 il, 100 il dünyada yaşaya çıxaq gedək. Ola bilərmi bu şey? Ağıl buna hökm edirmi? Yox. Ağıl hökm edir ki, bu məhdudiyyətlərin ya mükafatı